Kremlə qara xəbər. Dəhşətli plan işə düşür. Moskvanın qiyamət açarı Kiyevə verilə bilər. Rusiya ilə Ukrayna nümayəndələri arasında İstanbulda daha bir görüş keçirildi. Görüşdən bir gün öncə Kursk vilayətində yük qatarı keçən zaman körpü uçdu. Qatar avtomobil yoluna düşdü. Nəticədə 300-dən çox insanın öldüyü bildirildi. Bundan biraz əvvəl isə Bryansk vilayətində nəqliyyat körpüsü uçdu. Bu hadisə nəticəsində ölənlər və yaralananlar oldu. Rusiya rəsmiləri hər iki hadisəni Ukraynanın törətdiyini iddia elədi. Görüşdən bir gün öncə iki körpünün partlaması və ya partladılmasını Kiyevin Moskvaya, yaxud bu hadisəni törədənlərin Kremlə bir ismarışı da sayıla bilər. Olaylara bir qədər bədii rəng qatılsa, onu belə ifadə eləmək olar. Rusiya ilə Ukrayna arasında körpülər yandı. Danışıqlardan bir gün əvvəl Ukrayna Rusiyanın Amur, Ivanova, Irkutsk, Murmansk və Rizan vilayətlərindəki 5 aerodromuna hücum eləmişdi. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə 3 vilayətdə Ukrayna dronlarının hücumlarını dəf eləmək mümkün olsa da, Irkutsk və Murmansk vilayətlərində zərbələr bir neçə təyyarənin yanması ilə nəticələnib. Ukrayna tərəfi isə 40-dan çox Rusiya təyyarəsinin sıradan çıxarıldığını iddia eləyirdi. Bəzi mənbələr bu hücumlar nəticəsində Rusiyaya 7 milyard dollar məbləğində maliyyə ziyanı vurulduğunu iddia eləyib. Partlayışdan sonra Rusiya nümayəndə heyətinin İstanbula görüşə getməyəcəyi ehtimal edilirdi. Ancaq bu olmadı. Moskva görüşə təmsilçilərini göndərməklə özünü daha çox sülhsevər göstərməyə cəhd edib. Sanki belə bir ismarış göndərib. Körpülər yandırılsa da biz danışıqların tərəfdarıyıq. Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev vəd edib ki, bu diversiyanın qisası mütləq alınacaq. Partlamalı olan hər şey mütləq partladılacaq. İstanbuldakı ikinci raunddan əvvəl Qərb də Rusiyaya sürpriz elədi. Almaniya kansleri Friedrich Merz, Böyük Britaniya, Fransa, Almaniya və Amerika Birləşmiş Ştatlarının Ukraynaya tədarük etdikləri silahların uzaq mənzilli olmasına dair məhdudiyyətləri aradan qaldırdığını bildirib. Onun sözlərinə görə bu o deməkdir ki, Kiyev indi, məsələn, Rusiyadakı hərbi obyektlərə hücum eləməklə müdafiə oluna bilər. Bu günlərdə isə Friedrich Merz Berlinin Kiyevə uzaq mənzilli Taurus raketlərini tədarük eləməyə hazır olduqlarını bildirmişdi. Bu raketlər 500 kilometrədək radiusda olan hədəfləri vura bilir. Bu isə Ukraynanın bu raketlə Rusiyanın Moskva da daxil olmaqla Avropa hissəsindəki şəhərlərə zərbə endirmək imkanlarını artırır. Rusiya görüşə Ukraynanın ərazi bütövlüyü və suverenliyi baxımından qəbul edilməsi demək olar ki, mümkün olmayan təkliflər paketi ilə gəlmişdi. Moskva təmsilçilərinin təqdim elədiyi memorandumda Krım, Lugansk, Donetsk, Zaporojye, Xerson vilayətlərinin Rusiya Federasiyasının tərkibinə daxil olmasının beynəlxalq ictimaiyyət tərəfindən hüquqi cəhətdən tanınması, həmin ərazilərdən Ukrayna Silahlı Qüvvələri bölmələrinin və başqa hərbiləşdirilmiş birləşmələrin tam çıxarılması, Ukraynanın tərəfsizliyi, hərbi ittifaqlara və koalisiyalara qoşulmaqdan imtina eləməsi, həmçinin üçüncü dövlətlərin Ukrayna ərazisində hər hansı hərbi fəaliyyət göstərməməsi, xarici silahlı birləşmələrin, hərbi bazaların və hərbi infrastrukturun yerləşdirilməsinin yasaqlanması nəzərdə tutulur. Onların təkliflərini dəyərləndirsək, belə qənaətə gəlmək olar ki, Rusiya sülh imzalamamaq üçün memorandum hazırlayıb. Çünki bu paketdə Ukraynanın bütün hədəflərinə maneələr qoyulur. Bu azmış kimi rəsmi Kiyevdən ölkənin ərazi bütövlüyünün pozulması ilə barışmaq tələb olunur. Ukraynada 5 bölmədən ibarət təkliflər təqdim edilib. Rəsmi Kiyev quruda, havada və suda bütün istiqamətdə atəşkəs rejiminin tətbiq edilməsini, bütün deportasiya edilmiş və qanunsuz çıxarılmış Ukrayna uşaqlarının şərtsiz qaytarılması, hamının hamıya formulu üzrə məhbusların mübadiləsi, Rusiyanın bütün mülki girovları azad eləməsi kimi məsələlər nəzərdə tutulub. Bundan başqa sənəddə Ukraynanın neytral statusa məcbur edilməyəcəyi, onun Avro-Atlantik ictimaiyyətin bir hissəsi olmaq istəyi, hədəfi Avropa İttifaqına üzvlüyə can atmasına məhdudiyyət qoyulmayacaq. Rusiya nümayəndə heyətinin başçısı, Putinin köməkçisi Medinski bildirib ki, Ukraynaya özlərini normal aparan valideynlərin uşaqlarını qaytaracaqlar. O, Ukraynalı uşaqların qaytarılması tələbinə sərt mövqe açıqlayaraq deyib ki, uşaqsız Avropalı qoca yaşlılar üçün tamaşa düzəltməyin. Ukrayna prezidenti Volodimir Zelenski isə bildirib ki, Rusiya Federasiyası nümayəndə heyəti biraz sakitləşsə də, bununla belə hələ də həyasızcasına davranır. Bəlkə də onların özlərini insan kimi aparmaları üçün daha bir neçə tədbir keçirmək lazımdır, deyə Zelenski bildirib. Medinski, Rusiyanın Ukraynaya cəbhənin ayrı-ayrı sahələrində 2-3 günlük konkret atəşkəs təklif etdiyini bildirib. Zelenskinin bu təklifə cavabı isə belə olub: axmaqlar. BBC-nin hesablamasına görə müharibə dövründə Rusiya karbohidrogenlərin ixracından, Ukraynanın müttəfiqlərindən aldığı yardımdan 3 dəfə çox qazanıb. 2022-ci ilin
fevralından bəri Rusiya Federasiyası neft, daş kömür ixracından 883 milyard avrodan çox qazanıb. Bunun 228 milyard avrosu sanksiya tətbiq edən ölkələrdən, o cümlədən 209 milyard avrosu Avropa İttifaqından gəlib. Eyni dövrdə Ukrayna 309 milyard avro yardım alıb, bunun 73 milyard avrosu Avropa İttifaqından verilib. Deməli, Rusiyanın gerçək sülhsevər addım atması üçün Qərb dövlətləri onu bu kimi gəlirlərdən də məhrum eləməlidirlər. Hər bir halda yaxın aylarda Rusiya iqtisadiyyatında sanksiyaların zərbəsinin hiss olunacağı ehtimal edilir. Digər tərəfdən, müharibə oyunundan çıxmaq Rusiya hakimiyyətində ciddi qarışıqlıq yarada bilər. Çünki ölkə vətəndaşları bu prosesin nə ilə bitəcəyini, onun sonunun olacağını gözlədiyi üçün hadisələrə səbirlə yanaşır. Bu arada Çinin də ona verdiyi dəstəyi dayandıracağı istisna edilmir. Nə qədər avtoritar rejimin idarəçiliyi altında olsa belə, Şimali Koreyalılar da əskərlərinin onlara aidiyyatı olmayan torpaqlarda döyüşüb ölməsinə etiraz edə bilər. Bu halda Rusiyanın bu savaşı biraz da uzada biləcəyi mümkün görünmür. Danışıqların gələcəyinə gəldikdə isə son günlər baş verənlər Moskvaya daha böyük sürprizlərin hazırlandığından xəbər verir. Bu baxımdan qarşıdan gələn aylarda Rusiya müharibəni öz ərazilərində daha çox hiss eləyə bilər. Sədrəddin İsmailov, Leyla Mehdi qızı, Report.